Ofisdəki kofe aparatı sizin sağlamlığınıza necə zərər verir? İsveç alimlərinin yeni araşdırması göstərib ki, iş yerlərində istifadə olunan qəhvə aparatlarının əksəriyyətində xolesterin səviyyəsini artıran maddələrin yüksək miqdarı mövcuddur. Söhbət qəhvə dənələrində olan iki maddədən, kafestol və kahveoldan gedir. Uppsala Universitetinin tədqiqatçıları Chalmers Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif iş yerlərindəki istirahət otaqlarında yerləşən 14 qəhvə aparatından nümunələr götürüb və 5 fərqli qəhvə markasını istifadə edib. Mütəxəssislər işçilərə gündəlik qəhvə istehlakını azaldaraq və filtrasiya olunmuş qəhvə istifadə edərək ürək-damar xəstəlikləri riskini azalda biləcəklərini bildirib. Bu araşdırma iş yerində qəhvə istehlakının sağlamlıq üzərindəki təsirlərini daha yaxşı anlamağa və işçilərin daha sağlam seçimlər etməsinə kömək edə bilər.